Dayanın ey kârvanlar, bezenib göy asmanlar. Bu güzel gün eşk ile çiçeği atmış gülstanlar, çiçeği atmış gülstanlar. Dayanın ey kârvanlar, bezenib göy asmanlar. Bu güzel gün eşk ile çiçeği atmış gülstanlar, çiçeği atmış gülstanlar. Cahane Mevla gelip, cemale ziba gelip, çıkın yola gül sepin, Aziz-i Zehra gelip, Aziz-i Zehra gelip, Aziz-i Zehra gelip, Aziz-i Zehra gelip. Hamı ses versin. Aziz-i Zehra gelip, Aziz-i Zehra gelip. Hamı Aziz-i Zehra gelip, Aziz-i Zehra gelip. Diğer dillerimize kurban. Aziz-i Zehra gelip, ay ay ay, Aziz-i Zehra gelip. Yanırıq həsrət qəmindən, gəlüb ey haqq pərçəmindən. Bizə göstər gül cəmalı, sevinək xoş məqdəmindən, sevinək xoş məqdəmindən. Deyək ki Qur'an gəlib, ədalətə can gəlib, bu aləmə səs salar, vəfalı sultan gəlir, vəfalı sultan gəlir. Aziz-i Zəhra gəlir, Aziz-i Zəhra gəlir, Aziz-i Zəhra gəlir. Maşallah, Aziz-i Zəhra gəlir. Vay səsimə qurban. Aziz-i Zəhra gəlir. Bir də denən, Aziz-i Zəhra gəlir, Aziz-i Zəhra gəlir. Eşqinəndə qurban olum. Aziz-i Zəhra gəlib, Aziz-i Zəhra. İndi əlləri görüm, nimeyi Şəbandı, bülbül qəzəl xandı, aləm işıqlandı, olsun mübarək. Açılıbdır güllər, oxuyur bülbüllər, aşiqlərin səslər, olsun mübarək. Ruzi miladın, Məhdi mübarək, cəşn-i miladın, Məhdi mübarək. Məhdi ya Məhdi, Məhdi ya Məhdi, Məhdi ya Məhdi. Bayramımız mübarək. Ya Məhdi, Məhdi ya Məhdi, Məhdi ya Məhdi, Məhdi ya Məhdi, Məhdi ya Məhdi. Ver aləmə elan, aləmlərə sultan, tüm dərdlərə dərman, dünyaya gəldi. Nərcis çalır lay lay, Allah veribdi pay, qaşlar
Yolları sanki ay hoş geldin Mehdi. Mevlamız Mehdi dünyaya geldi. Ağamız Mehdi dünyaya geldi. Mehdi ya Mehdi, Mehdi ya Mehdi, Mehdi ya Mehdi, Mehdi. Bugün demeyeceksen, Hasan diyeceksen. Mehdi, Hay maşallah. Mehdi ya Mehdi, Mehdi ya Mehdi, Mehdi ya Mehdi. Bir de Mehdi ya Mehdi. Mehdi ya Mehdi, Mehdi ya Mehdi. Cümle bir keçi ama sen gelmedin. Eşkiniyle akan gözyaşı silmedin. Derdimizi demir çağa bilmedin. Derdimizi demir çağa bilmedin. Hardasan, hardasan ya İmam-ı Zaman. Belki de yoldasan. Başla dönüm hardasan ay hardasan ya İmam-ı Zaman. Belki de yoldasan. Gedemlerle buradan bu caddeye hardasan, hardasan Melkede yoldasan Zalimin zulmüne dözmeyir bu ürey. Saldı dağdan dağa bizleri bu felek. Nicerandı yakin bağı bağı felek. Nicerandı yakin bağı bağı felek. Hardasan, hardasan Ya İmam-ı Zaman, Belkede yoldasan. Ya İmam Can size kurban olun ben. Hardasan ay hardasan Abi değil ki sen. Tez gelen ünlüler hemen şad ola. Aşıkın sınmış o gel bir afad ola. Gel ki zulmün evi belki berbat ola. Gel ki zulmün evi belki berbat ola. Hardasan, hardasan Ya İmam-ı Zaman, Belkede yoldasan. Ya İmam-ı Ucadan ucadan. Hanım bacılarım sizde. Bayramınız mübarek olsun. Belkede yoldasan. Ya İmam-ı Zaman. Tez gelişin için biz dua eylerik. Ehya akşamları ismini seslerik. Her cümle yolunu biz ağa gözlerik. Her cümle yolunu biz ağa gözlerik. Hardasan, hardasan Ya İmam-ı Zaman, Belkede yoldasan. ya İmam-ı Zaman. Hardasan, hardasan Ya İmam-ı Zaman, Belkede yoldasan. Ya İmam-ı Zaman. ey güzel
güzellik Kəbəsi, sən qibləgahımsan mənim. Mən gədai eşqinəm, ağacan sən padişahımsan mənim. Ey gözəllik Kəbəsi, sən qibləgahımsan mənim. Mən gədai eşqinəm, sən padişahımsan mənim. Özgə bir cananə kövründən şikayət etmərəm. Hər cəfa etsin yenə, öz dadı xahimsən mənim. Can verib, can verib, ya canım olsun, ixtiyarım səndədir. Yəni o qədər sənə bağlıyam uşaq, öl desin, öl, qal desin, qaldı bizdə. Yeter ki sən istə. Can verib ya canım olsun, İxtiyarım səndədir gözlərindən. Ey gözəl, roşən nicahimsən mənim. Zülfü ruxsarın əsiri, mahə salmaz meylini. Bəh, 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 bəh. Zülfü ruxsarın əsiri, mahə salmaz meylini. Sən buludlardan çıxan bir mehrumahimsən mənim. Gün həmişə qalmayacaq ki bulud altında. Qəlbimi qan eyləyib nazirə məhsun gözlərin. Mişk-ü əmbər tirəli, ahu nicahimsən mənim. Mən bu dərd ilə sənin eşqində fəxr etsəm, nə olar? Dövlətin, fəxrin, pənahım, izz-u cahimsən mənim. Ay dad, ay dad, ay aman ay. Gözəl almışlar gəlsin bu gözəl məclisə. Seytani'ye bir güzel alkışlayak. Ayrı başımdan o xat vur, gözəlim düz məni, Məhdi gələk küçədə doğra məni, düz məni. Hey, ayrı başımdan o xat vur, gözəlim düz məni. Məhdi gələn küçədən doğran məni, düz məni. Aşıqın olmuş mələk, anacan, aşıqın olmuş mələk. Mən kiməm ey bağləmək, bağla qara zülfə çək. Məndən ayır üz məni, məndən ayır üz məni. Oxu duayı fərəc, ruhu və səfa versin. Mərizi və özüvə qəlbi və şəfa versin. O Xudای فرج تا ظهور فرمانین امام عصر خداوند کبریا برسین. O Xudای فرج ای اخی دعای فرج
Mehvin olsun irfani de ya İmam zaman gıybet oldu tulani oku duayı felet bağladı peymani ne derdin olsa İmam-ı Zaman'dı dermani ne derdin olsa İmam-ı Zaman'dı dermani çeksen nigar cehane üzün afetab olan dünyanın uğra gel gelemek çok sevap olan yağmurlu gün dua eyledim tez gel ay güzel yağmur yağanda çünkü dua müstecab olan çeksen Aycan. cehane üzün afitap olar dünyanın uğra gergelemek çok sevap olar yağmurlu gün dua eledim tez gel ey güzel dünen de kar yağırdı öyle dualarımızı inşallah Allah müstecab eleyer ya Sahib zaman Mehdi Lale-i Cinan Mehdi Sahib zaman Mehdi'ni siz deyin Lale-i Cinan Uca uca Sahib zaman Lale-i Cinan Adıma ezel gülümden aşık-ım inan Adıma ezel gülümden aşık-ım inan Nasıl gel? Ya Mehdi 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 Hamı desin kurbanım ya Mehdi ya Mehdi Ya Mehdi ya Mehdi Nur-i Kibriya Mevla Yâr ba vefa Mevla Nur-i Kibriya Mevla Yâr ba vefa Mevla ezberim olur daim ya Habibi ya Mevla Ezberim olur daim Ya Habibi ya Mevla Ya Mehdi ya Mehdi Ya Mehdi ya Mehdi Can. Ya Mehdi ya Mehdi Ya Mehdi ya Mehdi Ya Mehdi ya Mehdi Ben kurban olum size Ya Mehdi ya Mehdi Ya Mehdi Yusuf Dilara sen ben de gel ve taha sen Yusuf Dilara sen geldi taha sen Almam Yusuf'u gerçi onu dünya beğenim hayemana Hüsnü mehşur edip silgiyle Züleyha beğenip Züleyha beğendi ama sen Zehra beğendi Maşallah yetimdir nime-i şaban
Gelir Zehra gülü behbeh. Onun eşkinde bülbüller Gülüstanda vurur cəhcəy. Qoy belə deyim də getirdir Nime-i Şaban. Gelir Zehra gülü behbeh. Onun eşkinde məddahlar bu məclisdə vurur cəhcəy. Ağam beləsi imamə gəl, Yusuf görüb ömrümdə yox vallah. Üzəri yandırım, bari nəzərdən saxlasın Allah. Allah'ın öz paysan ya Mehdi. Menazileme sana Allah'ın öz paysan ya Mehdi. Ey eşkine hanımı çaysan ya Mehdi. Sen İzzet'in dünyasının alacan, ulduzusan, aysan ya Mehdi. Hüsnün güzeldir pozulmaz ya Mehdi. Min xəzan gəlsələr solmaz ya Mehdi. Gəl versələr aləmləri alacam, bir tüküvə qiymət olmaz ya Mehdi. Nurun ilə aləm donub ya Mehdi. Her yer bugün aydın olur ya Mehdi. Güller açıp Gülüstan'da alacağım, harda tikan vardı solur. Beh 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 ya Mehdi. Eşkimim var dil bəstəsi ya Mehdi. Dünyada yoktu xəstəsi ya Mehdi. Əgər əl çalsız buna çalın, qədəmlərinizə qurban olun, sizin qadanızı mən alın. Eşkimim var dil bəstəsi ya Mehdi. Yüzünüzdə bir anca təbəssüm yaratıb, sən nə xoş güzel. Dünyada yoktu xəstəsi ya Mehdi. Değmez senin bir telve alacağım, cennetimin gül dəstəsi. Allah'ı sevdi. İtkim grup yok. Elin ki yetti o dildara, iltimas-ı dua. Salamı merzile ol yâre, iltimas-ı dua. Ey eşk çöllerine mest düşmüş amare, yetişsen ol şehibi yâre, iltimas-ı dua. Olanda nail didar, yar kıl bizi hem, benim de derdime kıl çare. İltimas-ı duaya, sınır üleyde fenai zuhur edir Allah. Görenden çöllünü yüz pare. İltimas-ı Kaşların giblegahdi, ağa kaşların giblegahdi, giblə desem günahdi. Dağları duman alsa bir ki mən çəkən ahdi. Ceylan çaya getdi,
düştü haya gitti. Ölsem seni görmesem bu ömrüm zaya gitti. Ay ay qadamı çox alan var, səni yada salan var. Neçə milyon dünyada, milyard dünyadan sənin üçün əl-əcəl, əs-saə, əs-saə deyən var. Sana kurbanım ağacan. Sinesi sinaya değer, Kâmeti tuğbaya değer. yarimizin bir nefesi Ömrü Mesiha'ya değer. kaldıra bayrak elemi, Arş-ı muallaya değer. onda yedullah eli var, Yedi beyzaya değer. şeddine benzer gözümün, Dide-i şehlaya değer. her yere koysa gedemin. Cennet-ül alaya değer. Fatime'nin oğludur bu, bir küçük dünyaya Beşerin, şiirlerin, cariyan ehli, Hurşidi mehverin, ehli dilin, şiarı ya mehdi ya ya. Ey kâr, beşerin, şiirlerin, cariyan ehli, Hurşidi mehverin, ehli dilin, şuarı ya mehdi. Musafirin geran, ümidi münteziran, gelirdi can dudakta, ayanda sana can. Musafirin geran, ümidi münteziran, gelirdi can dudakta, ayanda sana can. Tutar bu intizarı tez gel, yüreğlerin yararı tez gel. Tutar bu intizarı tez gel, yüreğlerin yararı tez gel. Tutar bu intizarı tez gel, yüreğlerin yararı tez gel. Tutar bu intizarı tez gel, yüreğlerin kararı Amca! Ehli gıybetten nihan, canı cahan, yeganedir versen, keme-i gülü ezeli, Medine'nin gözeli, sefir devleti hak, aziz canı eli, keme-i gülü ezeli, Medine'nin gözeli, sefir devleti hak, aziz canı eli. Bela tutul diyar tezgah, yüreğlerin kararı tez gel, Bela tutul diyar, yüreğlerin kararı. Bela tutul diyar, yüreğlerin kararı. Şimdi bela tutul diyar, yüreğlerin kararı tez gel. Şamı gözümür, sen gələsən, hasilesen, bu gözlerin yaşın. Başında tacı yemin, ahli həkim, ucandasan başına yağa. Ama gözümün sen gelesen, tasilesen, bu gözlerin yaşın. Başında taze yemin, ehli hekin, ucaldasan başın. Ayağımdadır hərəmin, yıkılmasın ələmin. Dolanma çölləri gəl, yüz üstə qoy qədəmin. Ayağımdadır hərəmin, yıkılmasın ələmin. Dolanma çölləri gəl, yüz üstə qoy qədəmin. Yamandır ruzigarı tez gəl, üləylərin qərarı tez gəl. Vilayət etibarı tez gəl, üləylərin qərarı tez gəl. Vilayət etibarı tez Ama gəl. desin, yüreğlerin kararı, vilayet itibarı tez gel.
Sağ olun, sizden kurban olsun. Sağ olun. Ben feyz aldım. Feyz aldın mı? Tez de aldım. Alacağımı da aldım elhamdülillah. Sağ olun. Bayramınız Allah şükürlerin olsun. Allah kabul eləsin. Allah sizin ömrünüzə, ruzunuzə bərəkət versin. Bağlarınızın toyunda oxuyaq. Bağlarınızın xoş günlərinə gələk. Qurban olum sizə. Böyüklərimizdən, atalarımızdan, analarımızdan üzr istəyirik dönə-dönə. Mübarək olsun. Təşəkkür edirəm hər birinizin adından. Seyid Ali əzimizə, Seyid Peymana. Allah nəfəslərinə bərəkət versin. Allah onları Əhl-i Beyt məclislərinə, Azərbaycanımıza çox görməsin. Allah'a and verirəm, izzəti xatirinə onları həmişə izzətli eləsin. Allah onları ahirətdə İmam Hüseyin əleyhissalamın xüsusi şəfaətindən məhrum eləməsin inşallah. Bu tədbirdə iştirak edən hər kəs dəyərlidir. Allah hər birimizi Peyğəmbərlə məşhur eləsin. Xüsusi olaraq əzizim Seyid Talib qardaşım başlayanda qeyd elədi. Xüsusi olaraq tədbirin ən gözəl iştirakçısı şəhid valideynləridir. Şəhid valideynləri iştirak edir burada. Allah evladlarının ruhunu şad eləsin. Allah bizim nə imanımız varsa, nə təqvamız varsa, onların bu torpaq üzərində imanla, təqvala yaşayırıqsa, onların evladlarının tökülən pak qanlarının hesabıdır. Əhl-i Beyt yolunda, vətən yolunda, xalq yolunda can verənlər, fədakarlıq eləyənlər bu ümmətin, bu cəmiyyətin həmişə başçıları olublar və onların bərəkəti hesabına cəmiyyət yaşayıb, cavanlar yetkinləşib, cavanlar yetişib və Əhl-i Beytə sevgi göstərməyi bacarıblar. Bir daha hər birimizi təbrik edirəm. Allah bayramı sizin üçün mübarək eləsin. Cümə gecəsi Seyid ürəkdən, qəlbdən dualar etdi. Allah o duaları qəbul eləsin inşallah. Biz də sanki Həzrət Əlinin evladlarıyıq, Peyğəmbərin evladlarıyıq. Peyğəmbər buyurur ki, Ənə və Aliyyun əbəvə həzihil ümmə. Mən və Əli bu ümmətin atalarıyıq. Biz bu ümmətin atalarıyıq və bir də gözlədiyimiz Yusuf var. Həzrəti Zəhranın Yusufidir, İmam Zaman əleyhissalam. Ümid edirik ki, Həzrəti İmam Zaman əleyhissalam bizə icazə veribsə bu məclisdə iştirak etməyə, bizə lütf eləyibsə bu məclisdə iştirak eləməyə, Peyğəmbər və Əli əleyhissalam da Yaqub misalı ata olaraq bizim üçün bağışlanmaq diləyər və bizim bütün günahlarımız bağışlanar inşallah. Mən əslində əgər öz fikrimə qalsa, Allah şahiddir ki, bu gözəl oxunuşlardan sonra heç danışmaq istəmirdim. Vallahi düz də hazırlamışdım nəsə, amma danışmaq istəmirdim. İndi Pak nəfəsi var. qurban olaram Pak sizə. nəfəsi var. Gözləyən var deyə ona görə məcbur danışıram. Yoxsa mənim ürəyim onda şad olur ki, İmam Zaman əleyhissalam mövlüdü, Əhl-i Beytin mövlüdü elə belə keçsin. Sağ ol, sən ürəyi var qurban. Allah qismət eləyər, bir gün gələr, inşallah imam özü zuhur eləyər. Elə biz də imamın ətrafında bu Əhl-i Beyt məddahları da imamın gözü önündə onların cəhdi İmam Hüseyin üçün oxuyarlar inşallah. Amma icazəvizlə bir neçə cümləyə işarə eləyim. Həm mədhiyyələrlə dolu oldu, gözəl oldu məclis, şirin oldu, həm də İmam Zaman əleyhissalam həm də etiqad vəsiqəmizdir bizim etiqadımızın, inancımızın vəsiqəsidir. Tarixə baxırıq, görürük ki, bütün yollar hamısı itdi getdi. Nə qədər ideologiya quruldusa, nə qədər düşüncə tərzi quruldusa, hamısı yoxa çıxdı. Quran-ı Kərim belə buyurur. Quran-ı Kərim buyurur ki, bu ayəni bilirsiniz və bu ayəni izah etməyə çalışacağım. Bu fikrimi çatdıra bilsəm, əgər gücüm çatsa, nə xoş mənim halıma. Quran-ı Kərim buyurur ki, kafirlər istəyirlər ki, Allahın nurunu söndürsünlər. Yuridunə liyutfi'u nurəllahi bi əfvahihim. Onlar istəyirlər ki, Allahın nurunu söndürsünlər və Allahu mutimmu nurihi və ləv kərihəl müşrikun. Allah öz nurunu tamamlayacaq. Allah öz nurunu tamamlayacaq, amma burada Allah qeyd eləmədi, kafirlərin xoşuna gəlməsə də belə.
Allah bu ayədə qeyd elədi ki, müşriklərin xoşuna gəlməsi də belə maraqlıdır. Çox incə bir nöqtə var bu ayədə. Bir neçə dəqiqə vaxtınızı tutacağım, üzr istəyirəm hər birinizdən, amma diqqətlə qulaq asın. Bu zamanda bizə lazımdır. Artıq elə bir zamanda yaşayırıq ki, inancı olan insanda, inancı olmayan insanda hər şeydən ümidli üzür. Artıq kimdənsə hansısa bir düşüncə tərəfdarlarının dünyanı düzəldəcəklərindən bütün ümidlərini qırıblar. Günə-gündən dünyada ən çox yayılan bu məlumatlardır, ən çox paylaşılan bu məlumatlardır. Günə-gündən insanlar kimə ümid bağlayırlarsa, düzdür, səhv edirlər. Kimə ümid bağlayırlarsa, o ümid ünvanların altından böyük abırsızlıqlar çıxır üzə. İnsanların ümidi qırılır. İnsanların ümidi kəsilir. Çünki səhv yerə ümidlərini bağlayırlar. Və zaman göstərir ki, artıq heç kəs bu dünyada idarəçilik edə bilmir. Heç kəs insanlara fayda vermir. Bəşəriyyətə fayda verəcək bir yol yoxdur. Və bir yol yoxdur ki, əvvəldən qalsın. Tarixin biraz çoxdankı səhifələrini vərəqləsək, görürük ki, Peyğəmbər yolunu tozlandırdılar. Peyğəmbər yolunu, ilahi sünnəti tozlandırdılar. Onu çevirdilər şəxsi idarəçiliyə. Amma bir neçə müddət qaldı. Bu da itdi getdi. Peyğəmbərdən sonra baxırıq, İslam tarixinə baxırıq, imamları olmadığı üçün yoxa çıxdılar. Peyğəmbərdən sonra Əməvilər gəldilər, bir müddət fəaliyyət göstərdilər, zülm etdilər və yoxa çıxdılar. Əbbasilər gəldi, onları yoxa çıxartdı. Ondan sonra Əbbasilər başladılar, baxın tarixə. Əbbasilər gəldilər, bir müddət hərəkət elədilər, səsküy saldılar və yoxa çıxdılar. Amma baxırıq ki, necə Peyğəmbərin qoyduğu yol ki var, Peyğəmbərin təqdimatı ki var, bir nəfər Əmirəl-Müminin təyin edib Peyğəmbər və onun ardıca bütün zamanlar nə qədər məhdudiyyətlər yaranıb, nə qədər zorakılıqlar olub, nə qədər yolları bağlayıblar, nə qədər əziyyətlər çəkiblər, nə qədər maddi xərclər sərf olunub, nə qədər embargolar qoyulub Əhl-i Beyt yoluna, nə qədər iqtisadi böhranlar yaradılıb, nə qədər onların evladlarını, onların nəsillərini kəsmək məqsədi ilə öldürüblər. Bir dənə tarixə baxın, İslam tarixinə baxın, müsəlman tarixinə bu günə qədər nə qədər bunu eləyiblərsə, bugün dünyanın müsəlman ölkələrində onlar ki, Peyğəmbərə tam bağlıdırlar, bugün də 12-ci imamın gəlişini gözləyirlər. Və bugün də insanlar bunu gözləyə bilirlər. Yol gəlib buraya qədər gəlib çatıb. Və heç bir yolun gücü çatmayıb 1400 il davam eləsin. Müəyyən qədər səsküy salınıb və yol sonra itib gedir. Heç bir yolun gücü çatmayıb. Ona görə Quran-ı Kərim buyurur ki, bir qeyd etdiyim ayədir, ayə buyurur ki, Allah, onlar istəyirlər ağızları ilə Allahın nurunu söndürsünlər, lakin Allah nurun tamamlayacaq, müşriklərin xoşuna gəlməsə də. Demədi kafirlərin, müşriklərin xoşuna gəlməsə də. Bunları qeyd elədi. Müşriklərin xoşuna gəlməsə də Allah tamamlayacaq bu nuru. Deməli, onlar yeni məlumdur ki, bu yolun qarşılığında yeni bir yol yaradırlar, yeni bir düşüncə tərzi yaradıblar və yeni nəsə yaradıblar ki, azadlıq şüarları ilə insanların düşüncələrini qarışdırmaq istəyiblər ki, bu yolu kölgədə saxlasınlar. Biri xurafat deyəcək, biri muhumat deyəcək, biri fitnə deyəcək, biri bidət deyəcək. Amma baxırıq ki, tarix bütün bidət deyənləri bastırıb. Bütün bu yola xurafat deyənləri bastırıb. Nəticə almalıyıq. Təkcə biz İmam Zaman əleyhissalamı çox sevirik, ona görə yox, etiqadi nəticə almalıyıq. Nə qədər bidət deyiblərsə Əhl-i Beyt yoluna, nə qədər öz zamanlarında da onlara ləkə yaxıblarsa, Əhl-i Beytin düzlüyü onların hamısını gömüb torpaqlara.
Onlardan əsər əlamət qalmayıb. İzləri, tozları qalmayıb. Amma Əhl-i-Beyt əleyhissalam bugün ucadır. Artıq İmam Hüseyin əleyhissalam elə bir yerə gəlir çatır ki, İmam Zamana gələcəm, sadəcə burada işarə edirəm. İmam Hüseyin əleyhissalam elə bir yerə gəlib çatır ki, artıq İmam Hüseyinlə hesablaşmağa borcludular. İmam Hüseynin yolu elə bir yerə gəlib çatır. İmam Hüseyin əleyhissalamın düşüncə tərzi, diqqətlə qulaq asın, görəcəksiniz ki, nə qədər həqiqətdir bu. İmam Hüseyin əleyhissalamın düşüncə tərzi elə bir yerə gəlib çatıb, dünyada elə bir ucalığa gəlib çatıb ki, hesablaşmağa məcburdular. Bir qərar qəbul eləyəndə onu mütləq nəzərə almalıdırlar. Dünyada Hüseynin yolu var, bunu nəzərə almaq lazımdır. Bu qərarı dünyada nə qədər tətbiq edə biləcəyik, nə qədər bacaracağıq, nə qədər bununla mübarizə etməyə gücümüz var. Artıq özlərini hesab kitaba çəkib görürlər ki, artıq bu yolun qarşısında bizim dözməyə gücümüz yoxdur. Artıq gücümüz tükənir. Abırsızlıqlar niyə görə aşkarlanır? Abırsızlıqlar niyə görə ortaya çıxır? Niyə görə həyasızlaşır müşriklər, həyasızlaşır kafirlər? Ona görə ki, artıq saxta kişi siması ilə mübarizə eləmək üçün mümkün şəraitləri yoxdur. Saxta kişi siması ilə neçə il mübarizə elədilər, gördülər, alınmadı. İndi Allah bu dünyada həqiqi kişi simaları çıxardıb ortaya, həqiqi mərd simaları çıxardıb ortaya. Artıq bunların saxta kişi simaları, saxta iddiaları bu mərd kişilərin simalarının qarşısında dayana bilmir. Gücü yoxdur. Gücü olmadığı üçün artıq İmam Hüseyin əleyhissalam Aşura günündə gözəl bir söz demişdi. Diqqətlə qulaq asın. Çox gözəl söz demişdi. Mən bəzən elə yaşayıram bu günləri ki, bu günləri elə sevinclə yaşayıram ki, artıq İmam Hüseyin əleyhissalamın Aşura günü deyib və Kufəyə çatana qədər həqiqətə çevrildiyi hədisi artıq dünya səviyyəsində həqiqətə çatır. İmam Hüseyin əleyhissalam Aşura günü qoşuna baxır, deyir ki, sizin cisimləriniz, bədənləriniz birdir, amma ürəkləriniz parça-parçadır, bir-biri ilə düşməndir. Mənim düzlüyüm sizi bir göstərirdi, siz bir deyilsiniz. İmam Hüseyin əleyhissalam Aşura günündə buyurur. Sözə baxın, diqqətlə qulaq asın və zehninizin əhatə dairəsini, düşüncənizi daha geniş götürün. İmam Hüseyin baxdı onlara, dedi ki, sizin bədənləriniz bir-birinin yanındadır, birgədir, amma ürəkləriniz parça-parçadır. Mənim düzlüyüm sizi bir eləyib. Məni öldürdükdən sonra Kufəyə çatmamış parça-parça olacaqsınız. Düşmən kəsiləcəksiniz bir-birinizə. Bugün dünyada baxırıq düzün düz olmağı o içi xarab olanları bir göstərirmiş. Elə ki, gördülər ki, alınmır, artıq bir-birlərinə başları qarşıdı, parça-parça oldular dünyada. Bugün bir dənə bugünkü düzənə baxın. Bu göstərir ki, İmam Zaman əleyhissalamın zuhuru çox yaxındır. İmam Zaman əleyhissalamın zuhurunun baş verməsi çox reallaşır, artıq daha çox görsənir. Bugün insanlar artıq hər yerdən ümidlərini üzüblər. Quran-ı Kərim buyurur ki, Allah nurunu tamamlayacaq. Bir yol göstərin mənə ki, o yolun ibadət eləyənləri hansısa bir ilahi şəxsiyyətlərinin gəlişlərinə ümid olsun. Yoxdur bunların ümidləri. Elə bir yol yoxdur. Gəldi Həzrəti Musa Peyğəmbər, Tövratı götürüb gəldi, Tövratı dəyişdilər, Tövratı gizlətdilər. Saxtalaşdırdılar. Diqqət edin, yol nə qədər mühüm yoldur. Bizim getdiyimiz yol nə qədər gözəl yoldur. Bir də addımlarımızda səhv olmasın kaş. Yol birbaşa adamı Allahın qapısına aparır. Musa Peyğəmbərə Tövrat nazil oldu, Tövratı dəyişdilər, saxtasını düzəltdilər, bugün görürük. Bugün görürük, Tövrat deyənlər bugün vəziyyətlərini görür ki, nə günə qaldılar. Tövrat təhrif olundu. İsa Peyğəmbərin ardıcıları götürüb gəlirlər öz maraqlarına uyğun. Dəyişdilər İncili, özlərindən saxta İncil çıxartdılar ortaya, bugün görürük. Bugün vəziyyətlərini görürük. Parça-parçadılar, bölünüblər. Gəldi Zəburu dəyişdirirlər. Bütün səmavi kitablar dəyişdirildi. Ona görə bir xristiyan rahibin qəşəng bir sözü vardı. O deyirdi ki, soruşdular ondan ki, niyə görə İncil dəyişdirildi? Çox qəşəng bir söz demişdi. Olduqca möhtəşəm söz demişdi. Və həqiqət budur. Dedi, kaş İncilin də yanında, Quranın yanında olan şəhid Hüseyni kimi, Hüseyni olsaydı İncil də dəyişdirilməzdi.
Görün nə qədər möhkəmləndirdi İmam Hüseyin əleyhissalamı. Fikir verin, Quran tam olaraq qalıb. Quran tam olaraq qalıb. Heç kim Quranı dəyişdirə bilmədi. Niyə görə Quranı dəyişdirə bilmədilər? Niyə görə Quran dəyişmədi? Çünki hər zamanda Quranın yanında imam olub. Hər zamanda Quranın yanında imam olub. İmamdır Quranı diri saxlayan, imamdır Quranı həqiqətləri ilə təqdim eləyən. Ona görə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm əvvəldən möhürün vurub ki, Əl-Qur'anu ma'a Əliyyim və Əliyyim mə'l-Qur'an. Quran Əli ilə birgədir və Əli də Quranla birgədir. Yəni bu yol Quranla birgədir, heç vaxt dəyişdirilməyəcək. Deməli, bütün tarixlər, bütün tarixdə olan məzhəblər mi deyim, təriqətlər mi deyim, hamısı unudulub getdi. Heç birinin kökü bir yola bağlamır. Heç bir yol mənə ümid verə bilməz ki, bu yolu tut, get, yaxşı olacaq. Yaxşı olacaq, yəni nə olacaq? Nə dəyişəcək ki, yaxşı olsun? Peyğəmbər gələcək, peyğəmbərlər sonlanıb. Sonuncu 124 min peyğəmbər sonlanıb. Elə deyil. Peyğəmbər ümid verirsən bizə ki, bir peyğəmbər gələcək və o peyğəmbər bizi xilas eləyəcək. Yoxdur. Sonuncu peyğəmbərlə Allah möhrün vurub. Bəs nəyə ümid var eləyirsən mənə? Mən bu namazımı qılıram, bir cəmiyyət olaraq toplaşıram, bir cəmiyyət olaraq formalaşıram. Hansı ümidi verirsən mənə ki, mən bu yolla gedim, bir ilahi şəxsiyyət gələcək. İlahi şəxsiyyət gələcək. Dünyada son dərəcə ədaləti bərqərar eləyəcək və biz də o ədalət bayrağının altında toplaşacağıq. Hansı yolun belə bir dəyəri var? Heç bir yolun bu dəyəri yoxdur. Bircə bir yolun dəyəri var. Peyğəmbər yol qoyub. Bütün müsəlmanlara aiddir. Bütün müsəlmanlar görək bu yoldan tutsunlar. Ona görə bu yoldan tutsunlar ki, çünki Peyğəmbər açıq-aşkar, gözəl yol göstərib bizə. Peyğəmbər buyurub ki, məndən sonra 12 xəlifə olacaq, onlar ədalətli olacaqlar, onlar mənim canişinlərimdir. İndi biz 11-in saymışıq, 12-ci də deyirik ki, bütün faktiki tarixə əsasən dünyaya gəlir və zuhur eləyəcək. Bütün sənədlərə əsasən, bütün sənədlər, biz müsəlmanlar bunu deyə bilirik. Bütün müsəlmanların qaynaq kitablarına məxsusdur bu dediyim söz. Biz müsəlmanlar bunu deyə bilirik. Başqa hansı yol var ki, bunu deyə bilsin? Deməli, İmam Zaman əleyhissalamın zuhuru mühüm məsələdir, olduqca mühüm məsələdir. Əgər bir ilahi şəxsiyyətin zuhuru olmayacaqsa, onda namaz qılıb oruç tutmağın heç bir mənası yoxdur. Çünki Allaha olan sevgi, Quranda əsasən danışıram, Allaha olan sevgi namaz, orucla kamilləşmir. Diqqətlə qulaq asın. Allaha olan sevgi namaz, orucla kamilləşmir. Peyğəmbər deyil. İn tuhibbunəllahə fəttəbi'uni fəyuhbibkumullah. Əgər Allahı sevirsinizsə, Peyğəmbər neynəsinlər? Sənə itaət etsinlər ki, Allah da onları sevsin. Deməli, ilahi şəxsiyyətlə formalaşır. İndi yaxşı, bugün biz desək ki, Peyğəmbərə itaət eləyək, Axı, Peyğəmbər həm də ilahi canişin real olmalıdır bizim yanımızda. İlahi canişin bizim yanımızda real olaraq olmalıdır, o yaşamalıdır, o olmalıdır ki, biz ona müraciət eləyərək yaşayaq. Əgər Peyğəmbərlə bitdisə, Peyğəmbər Allahı çatdırmağa gəlmişdi ifadəsini qəbul eləsək, bu səhv olar. Peyğəmbər Allahı yaşatmağa gəlmişdi yer üzündə, təkcə çatdırmağa yox. Bir nəfər lazımdır Allahı çatdırsın və eyni zamanda həmin şəxs Allahı təqdim etməklə yanaşı, həm də Allahı yaşatmalıdır yer üzündəki. İnsanlar əgər özləri əməllə Allahın o mərhəmətindən, məğfirətindən faydalana bilməsələr, bu kişinin, bu varlığın yaşaması nəticəsində bunun hörmətinə Allahın yerə göndərdiyi feyzindən və rəhmətindən faydalana bilsinlər. Deməli, bir ilahi şəxs olmalıdır, o diri olmalıdır, mütləq diri olmalıdır. Ona görə biz yapışmışıq Həzrət İmam Zaman əleyhissalamın ətəyindən. Ona görə biz yapışmışıq. Hədislərə baxın, imamlar onun haqqında nə buyururlar. Deməli, mütləq bir imam olmalıdır. Quran nə buyurur? Quran-Kərim buyurur ki, يَوْمَ نَدْعُ Biz qiyamət günü demədi Quran, nə namazla çağıracaq, nə orucla çağıracaq, nə hacla çağıracaq, nə xumusla çağıracaq, nə zəkatla çağıracaq. Nə ilə çağıracaq Allah bizi? Bugün biz hər bir insanı öz imamı ilə çağıracaq.
öz imamı ilə çağıracaq. İndi hədisə baxın, gəlin bu ayəyə istinad eləyərək hədisi deyim. Hədisə baxın, Peyğəmbərin məşhur hədisidir. Peyğəmbər buyurur ki, hər kəs mən matə və ləm ayəni yadda saxlayın. Həm etiqadı baxımından möhkəmlənmək lazımdır. Mən matə və ləm ya'rif. Sözə baxın, Peyğəmbər çox dəqiq mesaj verib. Mən matə və ləm ya'rif imamə zəmanihi matə mitətən cahiliyyə. Hər kəs öz zamanə imamını tanımadan dünyadan köçsə, hesab eləsin ki, bütpərəstliyin zamanında dünyadan köçür. Yəni cahil ölür. Yaxşı, çıxsın bir nəfər zamanı imamını göstərsin mənə. Bir dənə bu yolu göstərə bilir. Sənin zamanı imamın kimdir? Mənim zamanı imamım Həzrəti Məhdi Əcəlallah. Allahümmə salli ala Muhammed. Bir yol göstərin ki, zamanı imamını göstərsin. Quran buyurur ki, imamla çağıracam. Peyğəmbər buyurur ki, zamanə sözünü qeyd vurmasaydı orada, 1000 yerə yazılsaydılar bu sözü. Zamanə sözünü qeyd vurdu Peyğəmbər orada. Və ləm ya'rif imamə zəmanihi. Öz zamanının imamını tanısın. Buradan bir mövzuya giriş edeyim, elə bu mövzuda çox şirindir. İndi yaxşı, burada bir zamanı imamı var. Zamanı imamı yəni nə? Deyir, kimin düşüncələri ilə ürəyini tərbiyələndirmirsən, sənin zamanı imamın odur. Kimin tərbiyəsi, dini tərbiyəsi yolunda ruhu böyütmüsən, o zamanı imamıdır. Və yolun şəffaflığı o da gözəldir ki, bir dənə tarix boyu baxın, yorsam sizi bağışlayın, yekunlaşdırıram artıq. Çox üzr istəyirəm hər birinizdən. İstəyirəm bunları bilək, bir dənə tarixə baxın. Biraz çıxaq öz, belə deyək, balaca çərçivəmizdən Peyğəmbərə qədər davam edək. Bütün imamlar terror olunublar. 11 imam terror olunub, amma biri də terrora əl atmayıb. Bütün imamlar zülmə məruz qalıblar, amma biri də zülmə əl atmayıb. Zərrə qədər bir nəfər tapsaz mənim üçün ki, o sübut eləyə bilsə ki, hansısa imam zülm elədi, mən əqidəmi dəyişərəm. Amma o qədər taparam tarixdə, nə qədər gəliblər cəmiyyətə başçılıq ediblər, nə qədər zülmlər ediblər. Birini tapsaz mənim üçün mən əqidəmi dəyişərəm. İmamların zərrə həyatında zülm yoxdur. Zülmə məruz qalandı ya bu, amma həyatında zülm yoxdur. Suyunun yolunu kəsir, su saxlayır onu, tərəfdarlarına deyir, siz suyu açın. Zindana salır, abırsız adamı göndərir yanına, bir nəfər adam təyin edir onun üçün ki, ona əziyyətlər versin, musiqi ilə filan İmam Musa Kazımı nəzərdə tuturam. Gəlir sonra o Harun Ər-Rəşidin yanına, yolun şəffaflığına baxın, yolun təmizliyinə baxın. Gəlir Harun Ər-Rəşidin yanına, deyir ki, mən bundan sonra Musa Kazım əleyhissalama artıq da nəzarət eləməyəcəm. Deyir, ona niyə görə nəzarət eləmirsən? Deyir, mən yoruldum. Mən yoruldum, o yorulmadı. Deyir, ona nədən yoruldun? Deyir, mən zülm eləməkdən yoruldum. O məni dua eləməkdən yorulmadı. Deyir, mən bundan sonra onu zülm eləyə bilmərəm. Yolun şəffaflığına, gözəlliyinə bax. Müslimlə əqil bir dənə zərbəni arxadan vursaydı İbn Ziyadın başından Kərbəla hadisəsi baş vermirdi, reallaşmırdı. Dedilər, niyə vurmadın? Dedi, heç vaxt görmədim əli kimisə arxadan vursun. Heç vaxt görmədim. Yolun şəffaflığına baxın, yolun təmizliyinə baxın. Niyə görə haqq ağır yeriyir? Haqq ağır yeriyir. Haqq heç vaxt naməhdcəsinə vurmur. Ona görə ağır yeriyir. Ona görə asta-asta hərəkət edir. Amma asta-asta hərəkət etsə də bugün haqqın səsi artıq İmam Zaman əleyhissalamın qeybət pərdəsinə yaxınlaşıb. Biraz da bəşəriyyət, cəmiyyət yetkinləşsə İmam pərdəsi zuhur eləyəcək. Biraz da cəmiyyət yetkinləşsə. İmam Hüseyin əleyhissalamın Ərbəyini bunun aşkar nümunəsidir. İmam Hüseyin əleyhissalamın Ərbəyini bunun aşkar nümunəsidir. Heç təsadüfi də deyil, çox maraqlıdır. İmam Zaman əleyhissalam haqqında deyirlər ki, zuhur eləyəndə arxası Kəbəyə yanacaq və üzü cəmiyyətə. Hansı sözü deyəcək? Artıq bugün dünya başa düşür yavaş-yavaş. İnsanlar başa düşürlər yavaş-yavaş. Məlumdur ki, o saxtakarlar insanları alladıb, hilə ilə insanların həyatlarına, onların iqtisadiyyatlarına qənim
kəsilənlər heç vaxt başa düşməyəcəklər və məhv olub gedəcəklər. Amma adi insanlar ki var, düşüncələri qarışmışdı, onlar başa düşürlər. Sözə baxın, deyir, nə vaxt imam zuhur eləyəcək və imam hardan tanıyacaqlar imamın tərəfdarları imamı? Necə tanıyacaqlar? Görün, nə qəşəng sözdür. Deyir, belə tanıyacaqlar. İmam Zaman əleyhissalam zuhur eləyəndə kürəyi Kəbə evinə söykənərək üzü cəmiyyətə. Birinci sözü bu olacaq. Ənə bunu Hüseyin ibn Fatimə. Deyir, bu cür müraciət edəcəklər. Kim deməli Kəbə evində zuhur eləyəcəksə, orada bu sözü işlədəcəksə, deməli onun ətrafında Hüseyni sevənlər olacaqlar. Deməli dünyanı Hüseyn ətri bürüməlidir ki, imam zuhur eləsin. Sağ olar. Deməli Hüseyn ətri bürüməlidir dünyanı. Deyir, imam orada bu sözü deyəndə necə biləcəklər bu düz deyir, bu səhv deyir? Deyir, bunlar ki Hüseynin ətrini duyublar. Bunlar ki Kərbəlada İmam Hüseyin ətrini duyublar. Məclislərdə İmam Hüseyin ətrini duyublar. Görəcəklər ki, ən çox Hüseynə yanan ürək bunda görsənir. Deməli, bu da elə Fatimənin balası. Deməli, bu da elə İmam Hüseyin əleyhissalamın balası. Bizə deyirlər ki, bu zamanda diqqətli olun. Bizə deyirlər, bu zamanda canınızı qoruyun, evladlarınızı qoruyun, təqvanızı qoruyun, imanınızı qoruyun. Və imam da öz işini görür. İmam da zuhuru baş verəcək, mütləq baş verəcək. Sadəcə siz özünüzü qoruyun. Siz özünüzü məhrum olmayın. İmam Sadiq əleyhissalam buyurur ki, dünya dağılmağına bir gündə qalsa qaimimiz zuhur eləyəcək. Bir gündə dünyanın bitməsinə qalsa qaim zuhur eləyəcək. Bunu biraz da Quran məntiqi ilə əsaslandırın və yekunlaşdırın. Necə olacaq? Deyirlər, dünya dağılır. Yox, dünya dağılaraq bitməməlidir. Böyüklər məni bağışlasınlar, yadda saxlayın. Əgər dünya dağılaraq bitəcəksə, onda Allahın qurduğu nizamın heç bir mənası olmadı. Necə ki, dünya gözəlləşərək bitməlidir. Məntiq bunu deyir, ağıl bunu deyir. Dünya gözəlləşərək bitmədi. Necə? Necə ki, əvvəl dünyanı Allah əmin-amanlıq içində yaratmışdı. Gözəl yaratmışdı. İndi bunlar, vəhşilər gəliblər, dünyanı korlayıblar. Dünyanı xaraba qoyublar. Dünyada ruzi də yetərincə var. Dünyada su da yetərincə var. Çörək də yetərincə var. Yırtıcı insanlar çoxalıblar. Çörək birinə çatır, birinə çatmır. Vəhşi insanlar çoxalıblar deyə ruzi birinə çatır və birinə çatmır. Bunun nəticəsindədir. Necə ki, Allah dünyanı düzəltmişdi və gözəl düzəltmişdi. İndi bu nə oldu? Bir iş yarımçıq qaldıq, elə deyil. Bu tamamlanmalıdır ki, əvvəlki vəziyyətinə qayıtmalıdır ki, ondan sonra bu proses bitsin. Elə deyil. Deməli, dünya gözəlləşəcək. Gəlin bu məntiqi imamın haqqında olan hədislərlə uyğunlaşdıraq. Hədisdə var, buyurur ki, İmam Zaman əleyhissalamın dövrü elə bir dövr olacaq ki, bir qadın tək tənha məğribdən çıxıb gecənin qaranlığında məşriqə ehtiyat etmədən rahat gedəcək. O qədər əmin-aman bir dünya olacaq. Mümkündür, əlbəttə ki, mümkündür. Ərbəyin bunun kiçik maketidir. Ərbəyin o qədər gözəl bir yoldur ki, çoxunuz olmuşsunuz da, çoxunuz getmişsiniz. Orada insan heç vaxt nədənsə ehtiyat eləmir. Çünki bilirsən ki, bu yolun kənarında olanlar səni səndən çox istəyirlər bu dəqiqə. Bu dəqiqə sənin xidmətində durmaqdadırlar. Deməli, dünya bu vəziyyətə gəlib çatacaq. Onda bəli, onda zuhur baş verəcək. İmamın köməkçiləri imama kömək edəcəklər və heç vaxt ilişib qalmayın. Görəsən 313 nəfər hardadır, görəsən filan əlamətlər hardadır. Peyğəmbərə deyirlər ki, ya Rəsulullah, bu əlamətlər ki saymısan, ola bilər ki, bunlar baş versin, imam zuhuru biraz geciksin, dedi, ola bilər. Əsas məsələ cəmiyyətin yetkinliyidir. İmamlar həmişə dəqiq və professional iş görüblər. Cəmiyyət kömək eləmədiyinə görə işləri yarımçıq qalıb. İmamlar həmişə dəqiq iş görüblər. Ola bilər ki, Peyğəmbərə sual verirlər ki, ola bilər ki, bu əlamətlər olsun, zuhur baş verməsin, dedi, ola bilər. Dedi, ya Rəsulullah, ola bilər bu əlamətlər olmasın, zuhur baş versin, dedi, bəli, ola bilər. Və bugünkü yaşadığımız dünyada, mən çox danışıblar, vaxtımızı almaq istəmirəm, qalsın. Bugünkü yaşadığımız zamanda artıq bilmirəm nə dərəcədə baxa bilirsiniz dünyaya, nə dərəcədə baxa bilirsiniz ümumi vəziyyətə. Görürsən ki, artıq etiraf etməyə cəsarətləri çatmır. Amma hamı görür ki, bunlar da boş çıxdı. Hər şey boş çıxdı. Bir dənə dua var, çox gözəl dua var.
Bu duanı həmişə eləyin. İmamın zuhurunu istəyənlər bu duanı həmişə eləsinlər. Allahümmə şğəl zaliminə biz-zalimin və cəalna beynəhum minəl-qalibinə və salim. Görə gözəldir. İlahi, həmişə zalimları zalimlarla başın qat. Bir-birlərinə başın qat. Və bizi onların arasında qalib və salamat saxla. Bu duanı həmişə eləmək lazımdır. Şükür olsun Allaha ki, mənim gəldiyim nəticə budur ki, artıq dünyada, belə deyək, hər şey qarışıb bir-birinə. Mən bu dəqiqə dünyada olanlara rahat-rahat baxıb gülə bilirəm ki, bax, bu da sizin işinizin nəticəsi özünü büruzə verdi. Amma bizim tutduğumuz yolda isə nəinki öz namusları başdır, öhdəsində olan cəmiyyətin də namusu başdır. Allah müsəlmanları bir-biri ilə ürəkdən bir-birinə qardaş qərar versin. Allah'ın verəm Allahlığı, böyüklüyü xatirinə Allah bizi Əhl-i Beyt yolundan heç zaman uzaq salmasın. İzzəti xatirinə izzətimizi artıq eləsin. Azərbaycanımıza lütf etdiyi mərhum Hacı Şahinin Allah ruhunu şad eləsin. Allah'ın verəm İzzəti xatirinə, məğfirəti xatirinə onun pak dualarını üzərimizdən əski eləməsin. Onun açdığı cığırda getməkdə bizə qüvvət nəsib eləsin. Allah'ın verəm Allahlığı xatirinə şəhidlərimizin ruhunu şad eləsin. Məclisdə iştirak edən Əhl-i Beyt məddahlarını, yerin göyün bəlalarından hepsi məhfuz eləsin. Allah əskərlərimizi, ordumuzu düşmən gülləsindən qorusun. Allah xalqımızı, dövlətimizi bütün pis niyyətli insanların zərərindən həmişə uzaqda saxlasın. Allah'ın verəm Allahlığı xatirinə bu məclisin ərəsəyə gəlməsində xidmət eləyənlər, təşkil eləyənlər, hər kəsin nə qədər zəhməti varsa, Allah İmam Zaman əli ilə əvəzin qaytarsın. Allah bizi ahirətdə İmam Hüseyndən ayrı salmasın. Xanımlar iştirak edirlər, ürəklərində hər nə hacətləri varsa Allah rəva eləsin. Allah onlara pak, Əhl-i Beytçi evlad böyütməyi nəsib eləsin. Allah evladlarımıza Əhl-i Beytə heç vaxt düşmən qərar verməsin. Allah'ın verəm Allahlığı, böyüklüyü xatirinə mərd oğullarımızı heç vaxt namərdə möhtac eləməsin. Hər kəs ki, xüsusi olaraq zuhurun tezləşməsi üçün zəhmət çəkir, abrından, canından keçir, Allah onları dünyada qalib qərar versin. Bəhəqqi Muhammedin və alih bər cəmaat Muhammed və ali Muhammed salavat. Allahümmə salli ala Muhammed.